Salam hörmətli dostlar, hər vaxtınız xeyir olsun, xoş gördük sizləri. İnandırım sizi 2-3 gündür sosial platformada izlədiyim videolar məni gerçəkdən də özümdən çıxartdı. Çox əsəbləşdim və söhbət nədən gedir? Neçə gündür izləyirəm, Səidə Bəkir qızını topa, tüfəngə tutublar. Səidə Bəkir qızı boyda daş düşsün, siz o bəzi Qarabağlıların başına. Bunu buradan sizə rahatlıqla deyə bilirəm. Bəzilərinizə deyirəm, hamınıza şamil etmirəm. O, hansı ki o bəziləriniz ki var, bugünkü gündə Səidənin haqlı danışdıqları, paylaşdığı videolarına görə onu təhqir və tənqid formasına çevirərək ağzınıza gələni danışırsınız. Utanmırsınızmı? Yerə girmirsinizmi? Siz nətər insanlarsınız? Nətər cigan millətisiniz siz? Bizə qıraqdan düşmən lazım deyil. Bizim içimizdəki siz düşmənlər bizə yetərincəyə qədər bəs edirsiniz. Siz Laçında bir güllə atılmadan belə ermənilər gəlib yerləşdilər. Siz Laçını qoydunuz, qaçdınız, gəldiniz. Dövlətin verdiyi o yardımlar ki vardı ha, həmən o yardımların başına o vaxtı qarğa quzğun kimi cumdunuz. Torpaq yaddan çıxdı, yardımların üstünə qoşdunuz. Arvadlarınızdan boşandınız. Nədir, ev eşik alasınız, dövlətdən pul alasınız, dövlətdən nə bilim, hər hansı bir nəyindənsə yararlanasınız. Arvadlarınızı verdiniz qabağa uşaqlarla, biz ölürük, biz xəstəlik tapmışıq, biz nə bilim belə qalırıq, biz nə bilim filan yaşayırıq, fəşməkan yaşayırıq deyərekdən bizə ya torpaqlarımızı verin, ya da biz burada şivən salacağıq, gecə gündüz Sosial Müdafiə Nazirliyi qarşısında, icra hakimiyyətləri, Qaçqın.com-un qarşısında min cür hoqqadan, min cür oyundan çıxırdınız ki, nədir sizə övladlarınıza dəllik kağızı versinlər, nə bilim pensiya düzəldə biləsiniz, onları hər bir şəkildə ora müharibəyə göndərməyəsiniz. Nə bilim, min cür hoqqalardan çıxdınız ki, siz orada yüksək, belə deyək də, hansısa sosial yardımlardan yararlanasınız. Dövləti, nə bilim, ələ almağa çalışdınız. Ələ aldınız da, istədiklərinizi etdiniz də, o sosiallardan, o pensiyalardan istifadə etdiniz. Dövlət sizə çörək pulu verdi, pulsuz, kamerallarınızı pulsuz eylədi, obyektlər tikdiniz, pulsuz, parasız, vergi vermədən işlətdiniz. Mən Qubanın Xınarlıq kəndindənəm, 1500 metr dəniz səviyyəsindən yüksəklikdə olan bir kənd. Gəlib ora qədər çıxmışsınız. Oralarda belə villalar, nə bilim restoranlar, nə bilim nələr edirsiniz. Milyonlar qazanırsınız. Amma yerli cəmaat biz burada ola biz burada heç nə eləyə bilmirik. Sustuq bir yerə qədər. Bəs sürümdə, ağın çıxartmayın. O pulları nətər qazanmışsınız? O 5 dənə evi almışam deyən şərəfsiz buradan şəxsən sənə deyiləm. O evi sən bu formada almışsan. Arvadından boşanaraq bir ev almışsan. Nə bilim, uşaqlarının pensiyasını düzəltmişsən, dəllik kağızını düzəltmişsən, elə pullar qazanmışsan. Digər variantlarla o cır-cındır, nə bilim, palatkaların içində qala-qala, o hansısa, o pis gündə olan yataqxanalarda özünüzü maskalayaraq, orada qala-qala, qıraqda, bucaqda dövlətdən taladığınız pullarla villalar, evlər aldınız. Ona görə sizin 5 dənə eviniz var. Burada Səidə Bəkir qızı nə deyir? Bunun haqqında danışır Səidə Bəkir qızı ki, Səidə Bəkir qızı, bax, bununla bağlı danışır, fikir bildirir. Mənim evim boşaltsınlar, mən öz evimə köçüm oturum. Mən də vaxtı ki, farsan qalacam mən. Hara çıxıram? Deyib qalacam çöldə. Bəs bu xanım çöldə qalsa necə olacaq? Otağı vermədim, mən də gəlim oturum. Mən də vaxtı. Sözə baxın. Külfətli, hara verim? Külfət deyir, hara verim? Mən deyir, bəs deyir, çöldə qalım. Və bu yetimin balası dili ilə, dırnağı ilə, dişi ilə gedib, əziyyət çəkib, zülüm çəkib, özünə bir kömə almışdı. 30 ildir sən onu zəbt eləmsən. Bax, sənin indi bugünkü gündə dövlətdən talayıb 5 dənə evin var deyib, ekran arxasında şirə aslana dönüb Səidə Bəkir qızını o tənqid eləyən, təhqir eləyən şərəfsizdən get bir dənə o 5 evindən birini al, gir orada yaşa.
Niye yaşamırsan? Niye gidip ondan istemirsen? Cemaatın kasıb yetim yesirin evine girmirsən, çıkmırsan? Girip orada oturmursan, çıkmırsan? Qanacaqsız, mərifətsizlər. Danışanda diliniz metrə yarım çıxır. Bəstirin bu dövləti taladınız. Bəstirin bu milləti, bu xalqı axmaq yerinə qoydunuz. Qarabağlıların içərisində ziyalı insanlar var, hörmətli insanlar var, müğənnilər var, müəllimlər var, vəzifəlilər var, yaxşı insanlar var. Onlar da susurlar. Niyə susursunuz? Siz də danışın. Siz də danışın. Susmaq lazım deyil. Mənim onlara böyük hörmətim var. Yaxşı dostlarımız var, yaxşı qardaşlarımız var, tərbiyəli ailələr var, gözəl insanlar, gözəl ailələr var orada. Mən bunu hamıya şamil eləyərəkdən danışmıram. Amma siz o bəziləriniz ki var, Səidə Bəkir qızını çıxıb burada təhqir eləyənlər, Allah sizin bəlanızı versin. Səidə boyda daş düşsün sizin başınıza. Ha, bu qədər şərəfsiz olmayın, hər kişi olun. Kişilikdən danışırsınız. Biri deyir, mən getdim, deyir, nə bilim, harasa gedirdim, stop elədim, deyir, qayıtdım, gəldim, deyir, müharibə gedirdi, getdim, deyir, müharibədə işte. Yalansa sənin zatıva ləhnət olsun, şərəfsiz. Sənin imkanın olsaydı göydə samolyot dəyişərdin sən. Yalandan basıb bağlayır burada, cemaata göt atmayın ha burada. Bəstirin bu milləti, xalqı taladınız, yediniz, bitirdiniz. Sizə görə biz bu günlərə qalmışıq. Cemaat bu dəqiqə acından ölür. Banklardan asılı durumlarda qalmışıq. Biri oradan bir deputat çıxır orada, nə bilim deyir, uşaq pulu veriləcək. Nə bilim 30 ildir ermənilər deyir, o Xankəndində yaşayıb deyir, onlara deyir, nə bilim vəsait ayrılsın, onlara pensiya verilsin, onlara çörək pulu verilsin. Bizə niyə vermirsiniz ha? Biz bu xalqın övladı deyilikmi? Biz bu ölkənin vətəndaşı deyilikmi? 30 ildir sizi yedizdirdilər. Bir 30 ildə erməniləri yedizdirsinlər. Bəs biz insan deyilikmi? Niye bunlara çıkıp fikir bildirmirsiniz? Niye sözünüzü demirsiniz? Götünüz çatmır sizin söz demeye. Diğer birisi orada, deputatın birisi çıkıp deyir ki, İqbal Ağazadə, ay nə bilim deyir, o nə deməkdir deyir, siz qaçqınlara deyir, niye deyir Bakıdasınız, niye Bakıda işləyirsiniz falan eləyirsiniz deyir, nə bilim nə qayırır. Qusarlı da gəlib işləyir, Qubalı da gəlib işləyir, Gəncəli də işləyir, Oğuzlu da işləyir falan işləyir. Ay tupoy İqbal Ağazadə. Sen bugünkü günde ne dediğinin farkında mısın? Bilirsen mi ne danışırsan? Sen Qusardan, Gəncədən gələn 100 nəfər kəndçi vətəndaş gəlib əlinin qabağıyla çörək qazanan insanlarla milyon yarım Qarabağlıların gəlib qaçqın vəziyyətdə Bakıda məskunlaşmasını bilməyirsən. Bakıdakı probkaya bax, bir gözünü aç, deputat eşiləmirsən. Siz özünüzdən razı formada elə danışırsınız ki, elə bil ki uca dağları siz yaratmışsınız. Bəsinin bu biabırsılıqlarınızı yığışdırın, özünüzə hörmət qoyun. O qədər kayıtlar var, o qədər dəlillər var, o qədər sübutlar var. Deyiləcək çox şey var. Özümüzü tutmuşuq, saxlamışıq hörmət naminə. İndi mən sizə göstərəcəm siz kimsiz. Salam. Bax, bu kişini dinləyin, dediklərini yaxşı-yaxşı dinləyin. Səidə xanım, xanımların xanımı Səidə xanım. Mən yenə də sizə təşəkkür edirəm, minnətdarlıq edirəm öz adımdan və iki balalarımın adından. Bilirsiniz bu kişi nə danışır, nə deyir? Burada da bunlar. Baxın. Yəni sözüm, mənim qaynım, uşaqlarımın dayısı. Bu Nurəddin Fərzəliyev, Qərbi Azərbaycanlı kəndin icra nümayəndəsi. Bu Mehdiyev Mehdi mənim doğmaca bacımın yoldaşı, əri. Əslən Qərbi Azərbaycanın Dərədəyəz mahalından. Bu Fatma Hacıbəyli, əslən Qərbi Azərbaycanlı Göyçəli Fatma Hacıbəyli. Bu dayısı qeyrətə baxın və bunda olan qeyrətə bax, namusa bax. Mənim adım ona görə olmaq çıxardıblar ki, mən adda bu adam yoxdur. Yaşı mən yoxum, mən ölmüşəm. Qeyrətsiz, qeyrət, namus. Eləcə də mənim bu bacımın yoldaşı, kənd icra nümayəndəsinin mavini, sənət təsdiq, əlbir olurlar. Eləcə də bu Nurəddin, eləcə də bu Baris. Kişinin uzun videodur. Mən bunu çox dinlətdirərdim sizə vaxt qısa olduğu üçün. Mən buradan qısaca demək istəyirəm.
Siz bax belə qohumluq əlaqələri, bir-birinizi satan insanlarsınız. Sizin üçün Qarabağı da satmaq belə asan oldu. Deməyin ki, biz yəni dürüstük, biz düzük, biz falanıq, biz fəşməkanıq. Öz qohumlarını, öz yaxınlarını, öz evinin içindəkilərini satan adamlar torpağını da satar, vətənini də satar, xalqını da, millətini də satar. Siz bax belə insanlarsınız. Bu kişinin dediklərini yaxşı-yaxşı dinləyin.